Bakıda fəaliyyət göstərən Beauty Derm Estetik Mərkəzi və özünü plastik estetik cərrah kimi təqdim edən İsmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır. Pasient şikayətləri, media materialları, foto və video sübutlar, eləcə də Səhiyyə Nazirliyinin rəsmi cavabları fonunda əsas sual açıq qalır. Niyə bu indiyədək Beauty Derm Estetik Mərkəzində real yoxlama aparılmayıb? Rəsmi cavab nə deyir? Səhiyyə Nazirliyinin Analitik Ekspertizya Mərkəzi rəsmi cavabında bildirir ki, plastik cərrahi əməliyyatları aparmaq hüququ yalnız Nazirliyin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında 17 aprel 2025-ci ildə adı olan şəxslərə məxsusdur. Açıq şəkildə qeyd olunur ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti qanunvericiliyin pozulması hesab edilir və belə hallarla bağlı qanuna uyğun tədbirlər görülməlidir. İsmira İbrahimli bu siyahıdadırmı? Rəsmi məlumata görə İsmira İbrahimovanın Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda adı yoxdur. Eyni zamanda Səhiyyə Nazirliyinin Analitik Ekspertizya Mərkəzinin açıqlamasında bildirilir ki, aparılan araşdırma zamanı İsmira İbrahimovanın vahid səhiyyə informasiya sistemində tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Bu fakt artıq mübahisə predmeti deyil, rəsmi şəkildə təsdiqlənmiş haldır. Buna baxmayaraq nə baş verir? Şikayətçilərin iddialarına görə cərrahi xarakterli boğaz gərmə, boyun gərmə, üz gərmə, estetik əməliyyatlar, kosmetoloji prosedurlar aparılıb. Əməliyyat kliniki şəraitində şübhə doğuran Beauty Derm Estetik Mərkəzində icra olunub. Pasiyentin sağlamlığına ciddi zərər dəyib. Uzun müddətli ağrılar, kəsik izləri, üz asimetriyası, nitq pozuntusu yaranıb. Ödəniş edilib, lakin nəticələrə görə məsuliyyət qəbul edilməyib. Burada söhbət artıq estetik narazılıqdan yox, sağlamlığa zərər vurulması ehtimalından gedir. Analitik Ekspertizya Mərkəzinin daha bir diqqət çəkən açıqlaması isə budur. Beauty Derm Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Bu halda haqlı sual yaranır. Hüquqi statusu tam bəlli olmayan bir müəssisədə necə cərrahi əməliyyat aparıla bilər? Bu müəssisəyə kim və hansı əsasla fəaliyyət imkanı yaradıb? Şikayət edin deməklə məsuliyyət bitirmi? Səhiyyə Nazirliyinin Analitik Ekspertizya Mərkəzi bildirir ki, yoxlamalar yalnız ödəniş qəbizləri, tibbi sənədlər və digər təsdiq edici materiallarla müşayiət olunan rəsmi müraciətlər əsasında aparılır. Lakin ortada nə var? Media tərəfindən yayımlanmış video və foto sübutlar, bir neçə pasiyentin aidiyyəti qurumlara rəsmi şikayəti, tibb işçisi kimi qeydiyyatın olmaması faktı, qanun pozuntusunu təsdiqləyən rəsmi cavab. Bu qədər fakt fonunda dövlət qurumunun öz təşəbbüsü ilə yoxlama aparmaması cəmiyyətdə ciddi suallar yaradır. Bildirilir ki, hüquq mühafizə orqanlarında İsmira İbrahimova ilə bağlı araşdırma aparılır. Lakin heç bir nəticə açıqlanmayıb, nə inzibati, nə də cinayət məsuliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Üstəlik iddialara baxmayaraq fəaliyyətin davam etdiyi deyilir. Ortaya çıxan faktlar göstərir ki, burada tək bir şəxsin fəaliyyəti yox, nəzarətsizlik, passivlik və məsuliyyətsizlik problemi var. Qanun açıqdır, siyahı mövcuddur, faktlar isə təsdiqlənib, amma nəticə yoxdur. Şikayətlərlə bağlı Beauty Derm Estetik Mərkəzinin rəhbərliyi və İsmira İbrahimova açıqlama verməkdən imtina ediblər. Sonda onu da qeyd edək ki, xəbərdə adı keçən şəxslərin və qurumların mövqeyini də işıqlandırmağa hazırıq.